Salam, hər vaxtınız xeyir. Orta məktəbdə öyrədilən düzxətli hərəkət növlərinə baxaq. İlk olaraq başlayırıq düzxətli bərabər sürətli hərəkətdən. Düzxətli bərabər sürətli hərəkətdə biz bilirik ki, sürətin qiymət və istiqaməti sabit qalır, yəni dəyişmir. Buna görə də bu hərəkətdə bizim təcrimiz sıfıra bərabər olur. İndi gəlin biz bunu təcrübə olaraq burada yoxlamağa çalışaq. İlk olaraq biz sürətə məsələn müəyyən qiymət verək. Tutaq ki, başlasın 15 metr bölünsün saniyə sürətlə. Deməli, hərəkətə başlasın cismimiz. Məsələn, gəlsin 2 saniyəni keçirsin, amma problem yoxdur. Deməli, hərəkət boyunca sürəti sabitdir. 15 metr bölünsün saniyədir. Təcrülə baxaraq, təcrüli həqiqətən də düzxətli bərabər sürətdə göründüyü kimi sıfırdır. Yəni təcrül yoxdur. Bəs yerləşmə zamanın asılı qrafiki necə olacaqdır? Təbii ki, zaman keçdikcə cismimizin yerdəyişməsi zamanla xətt asılı olaraq artmağa başlayacaqdır. Arta gedir məsələn. İndi isə gəlin sürətin qiymətini dəyişək. Məsələn, əvvəl 15 metr bölünsün saniyə sürətlə hərəkət etdi. İndi isə baxaq 20 metr bölünsün saniyə sürətlə necə hərəkət edəcəyinə. Deməli, yenə başladıq hərəkətimizi. Yenə zaman ərzində sürətin qiyməti dəyişməyəcək, olduğu kimi qalır. Həmçinin eyni zaman müddətində də təcrimiz yenə sıfırdır. Gəlin indi yerdəyişmə zamanın asılı qrafikinə baxaq. Dayandırdım. Deməli, sürət 15 metr bölünsün saniyə olanda yerdəyişmə zamanın asılı qrafiki budur. Sürətimiz 20 metr bölünsün saniyə olanda isə yerdəyişmə zamanın asılı qrafiki budur. Deməli, düzxətli bərabər sürətli hərəkətdə sürət nə qədər çox olarsa, biz eyni zaman müddətində daha çox yol getmiş olarıq. İndi isə gəlin yeyinləşən hərəkətə baxaq. Yeyinləşən hərəkətdə biz bilirik ki, cismin başlanğıc sürətinin və təcilin x oxu üzrə proyeksiyaları eyni işarəli olur. Yəni hər ikisi ya x oxu istiqamətində olur, ya da hər ikisi x oxunun əksi istiqamətində olur. Tutaq ki, bizim təcilimiz olsun 3. İndi gəlin görək qrafikdən sürət zaman və yerdəyişmə zaman qrafikləri necə olacaqdır? Hərəkəti başladıq, deməli. Başladıq, dayandırım. Yəni bütün zaman müddət ərzində təcilimiz dəyişməyəcək, çünki bərabər təcilli hərəkətdir. Sürət zaman qrafikinə baxsaq, artıq sürət zaman keçdikcə, baxın, artmağa başlayır. Get-gedə sürətin qiyməti artır. Həmçinin yerdəyişmə zamandan kvadratik asılı olduğu üçün yerdəyişmə də zaman keçdikcə artmağa başlayır. İndi gəlin biz təcilin qiymətini dəyişək. Məsələn, 3 idi. İndi gəlin biz təcilin qiymətini məsələn artıraq eləyək 8. Başlasın məsəl üçün 8-dən. İndi gəlin görək bu zaman qrafiklərdə nə dəyişiklik olacaqdır. Deməli, yenə cismimiz hərəkətə başlayır. Təcilimiz 8-dir. Bu zaman sürətə fikir verin, daha sürətlə hərəkət etməyə başlayır cismimiz. Çünki təcil artıbdır. Həmçinin yerdəyişməyə baxsaq, bizdə yerdəyişmə də kvadratik olaraq artıbdır. Gör, əvvəl məsəl üçün daha meyli idi, indi daha sərt şəkildə yuxarı qalxıbdır. Sürət zaman qrafikində də həmçinin gördük ki, sürətimiz artıbdır. Təcilimiz sabitdir, amma təcilin qiyməti artanda sürət artdı. Həmçinin bizdə yerdəyişmə də artdı. Əvvəl məsəl üçün eyni zaman anını götürsək, tutaq ki, 3 saniyə ərzində bu cisim 10 metr yol gedirdisə, artıq bu cisim 3 saniyə ərzində tutaq ki, də müəyyən qədər götürməyə çalışsa, 25 metr yol getməyə başlayır. Yəni, təcil artanda, yeyinləşən hərəkətdə cismimiz qısa zaman müddətində daha çox yol getməyə başlayır. İndi isə yavaşlayan hərəkətlə davam edək. Bərabər yavaşlayan hərəkətdə cismin başlanğıc sürətinin və təcilin x oxu üzrə proyeksiyaları əks işarəli olur. Məsələn, burada əgər sürətimiz müsbətdirsə, artıq təcilimiz mənfi olmalıydı. Bunu burada nəzərə almayıblar, daha doğrusu səhv yazıblar. Amma yəni siz məsələyə baxarkən düşünün ki, bu qarşısında mənfi mövcuddur, yəni mütləq şəkildə mənfi olmalıdır. İndi gəlin bax, bərabər yavaşlayan hərəkətdən görək bu zaman qrafiklərimiz necə olacaqdır. Deməli, yəni cismimizi 4 metr bölünsün saniyə kvadratı təcillə hərəkətə başladıq. Baxın, müəyyən sürətdən başladı. Və get-gedə zaman oxuna yaxınlaşır. Yəni sürəti zaman keçdikcə azalır. Burada da yerdəyişmə zamanın asılı qrafikində də bu şəkildə bir əyri alınır. Məsələn, gəlsin, zaman sıfırlansın. Zaman sıfırlanan tam bu nöqtədən artıq cismin sürəti sıfıra bərabər olur. Bunu həmçinin sürət zaman qrafikində də görə bilirik ki, artıq cismimiz müəyyən zaman müddətində, burada təxminən 6-ya yaxın gəlir. O anda sürəti sıfıra bərabər olur. Və burada yenə dediyim kimi, bu əslində x oxu istiqamətində bərabər yavaşlayan hərəkətdir. X oxunu hardan bilirik? Sürətdən, cismin sürətindən, qrafikindən bilirik ki, cisim x oxu istiqamətində hərəkət edibdir. Amma burada təcili mənfi olmalı idi ki, bərabər yavaşlayan olsun. İndi isə gəlin təcillə müəyyən bir qiymət verək. Məsəl üçün təcilin qiymətini artıraq, eləsin 9. 9 metr bölünsün saniyə kvadrat təcillə hərəkət eləsin. Baxın, başladı buradan. Məsələn, dayandırım bunu. Baxın, bu ikinci qrafikdir bu arada. Təcil artdıqca cismin sürəti daha tez, daha qısa zaman ərzində sıfıra yaxınlaşır. Həmçinin burada da yerdəyişmə zaman qrafikdə onu göstərir.
İndi gəlin təcillə daha kiçik bir qiymət verək. Məsəl üçün təcilin qiyməti olsun 2 metr bölünsün saniyə kvadratı. Və bu arada yenə xatırladıram ki, bu qarşısında mənfi olmalı. Əslində təcil mənfi 2 metr bölünsün saniyə kvadratı olmalıdır. Bu digər qiymətlər üçün də keçərlidir. İndi gəlin baxaq görək bu zaman qrafiklər hansı vəziyyətə keçəcəkdir deməli. Başladıq yenə hərəkət etməyə. Baxın. Bu təcil mənfi 2 metr bölünsün saniyə kvadratı üzrə hərəkət edəndədir. Gəlir və baxın. İkinci halda artıq təcilimiz mənfi 2 metr bölünsün saniyə kvadratı olanda bizdə artıq sürətimiz 0 olur. Müəyyən qiymətə qədər azalır, amma 0 olmur. Bu da təbii ki, sürətin Vx bərabərdir V0 çıxılsın AT düsturuna əsasəndir. Burada yenə görürük, hər bir hərəkətdə düzxətti bərabər təcil olduğundan təcil sabitdir və burada yerləşmənin qrafikinə baxsaq bu arada sonuncu ikinci qrafikdir. Burada da fikir verin. Artıq yerləşmə zamanının asılı qrafikdə müəyyən qədər meyl edibdir. Əvvəlkilər qədər çox meyl etməyibdir. Bu da yenə həmin düstura əsasəndir. İzlədiyiniz üçün təşəkkürlər. Ümid edirəm sizin üçün başa düşüləndir. Bəyənməyi və dostlarınızla bölüşməyi unutmayın. Hələlik.